Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Uzun müddət sənətdən uzaqlaşan Avroviziya təmsilçilərimizdən olan Aysel Teymurzadə qayıdıb. Müğənni yeni mahnılar yazdırmaqla yanaşı artıq məclislərə də qatılır. Aysel getdiyi tədbirlərdən birindən görüntülər yayımlayıb. Qeyd edək ki, Aysel xalq artisti Murad Adgözəlzadə ilə ailə qurduqdan sonra sənətdən uzaqlaşıb. Bir müddət əvvəl isə onların ayrılıq xəbəri yayılıb. Ayselin bu nikahdan 3 övladı var.